Qəşəng çaydan deyəcəm. Yaxından gəlsək, baxın, top çay da gətirmişəm. Bunların hamısının gör nə qədər çay çeşidləridir. Özəl bir dənə samavar çayı bu dəqiqə. Kəklik otu, qızıl güllər, ramaşqa, çaylar, hamısı. Cökət çayı, ihlamur. Baba, hamısı qəşəng bir dənə bu dəqiqə. Yəni mütləq istirahətə gəldiniz, bunu yoxlayın. 5 dəqiqəyə hazırdır. Su. Da geldi. Çıxırıq rayona. Bu nə də? Maral bulağı dedir. Suyun oradan tutulubdur, yarpaqlar tutubdur, gəlmir. Gözəl belə qəşəng mənzərəlidir. Maşınımız da buradadır. Bakıya gedirik inşallah. Hızlı öfkəlidir də, hə mana? Hızlı öfkəli. Maşın da bura qədər gəldi. Buradan indi çayın o tərəfinə cığır var. Buraya ilə keçirəm inşallah. Dağı yarıblar, dağın arasından kəndə yol gedir. Çayda su çox olanda Girdiman çayı var. Asma körpü var orada, indi göstərəcəm. Onun üstünə keçib Zərnava kəndinə gedirlər. Və dediyim həmən körpü budur. Bu körpüdən Girdiman çayıdır, aşağıda axan. Körpünün altında. Burada su çox olanda qabaqda maşın yolu var. Oradan keçə bilməyəndə mən bu gəldiyim yolla kəndlə, elə bil ki, rayonun əlaqəsi bu yol təmin edir. Körpü də çoxdan fəaliyyət göstərir inşallah. Gözəl mənzərəsi var, gözəl havası var. Dincəlmək üçün yay aylarında, avqust aylarında həm gözəl və münasib yerdir. Bu nə də, o tutub yanır şəhərdə adam, buz kimi deyib, bəh. Ay. Bu təbiətdir, gözəl mənzərə. Buz kimi sular, ləzzət eləyir. Mənzərəyə bax da sən burada, gözəl təbiət, sərin hava. Bura bax da, bəh, ləzzət eləyir də qarda. Girdiman çayda baxır oradan. Və gözəllikdir. Gözəllikdir də bəh.